Sabir bəy, bir dəfə şöhrət ordenindən imtina etdiniz. Bəli. İllər sonra yenidən ona layiq görüldünüz. Bu sizə verilən böyük dəyərin göstəricisidir. Amma soruşmaq istədiyim orden deyil, şöhrət hissi ilə bağlıdır. Sizcə şöhrətin yükünü daşımaq necədir? Çətindir? Ona layiq olmayansın çətindir. Mən şöhrət haqqında heç vaxt fikirləşməmişəm. Düzünü deyim. Əvvəldən, lap ilk o kitablarımdakı şeirlərdən, hətta gənclik illərində yazdığım ilk şeirlərdən ki, indi günəş doğacaq, indi günəş doğacaq, günəş deyildi, nə vaxtsa bir azadlıq günəş doğacaq. Yaxud da yenə də yan keçdi, bu yaz yağışı yazırdım. Niyə bu çevrilişlər, inqilablar gəlib bizdən yan keçir? Bu cür, yəni müxtəlif şeylərlə, üsullarla o azadlıq hissini yazırdım. Müəyyən vaxt keçəndən sonra fikirləşirsən ki, sənin bu yazdıqların nə üçün yazırsan və mən bütün yazdıqlarımda, bütün həyatımda şübhəsiz bir idealım olub. O da millətin müstəqilliyidir, azadlığıdır, istiqlalıdır. Şöhrətin dalınca qaçmaqla olmur. Şöhrət sənin həyatının məntiqi kimi gəlməlidir. Şöhrət sənin ardınca gəlməlidir. Şübhəsiz ölkə başçısının bu iki daşın arasında Bakıda bu qədər beynəlxalq tədbirlər, bu qədər deyək ki, qonaq, gəlib gedən, bunların arasında, bu işlərin arasında vaxt tapıb, məni yada salıb, o fərmanı imzalayıbsa, bu özü böyük şeydir, ədəbiyyata diqqətdir, həm də mənə verilən diqqətdir. Mən buna görə təbii ki, minnətdaram. Xalq şairi adını da mən Prezident İlham Əliyevin adından ondan almışam. Şöhrət ordeni də ondan almışdım, indi şərəf ordeni də. Ona görə insan yəni şərəfli yaşayanda o ordende ona halal görünür. Sual doğru için birincini almadı, ikincini aldı. İkincini alanda artıq Qarabağ azad olunmuşdu.